Salam uşaqlar. Bugün dərsliyimizin 65, 69, 70 və 74-cü səhifələrini yerinə yetirəcəyik. Gəlin birinci Azərbaycan dili fənni ilə başlayaq. Azərbaycan dilindən bugünkü dərsimiz oxuyub anlamadır. Mətni oxuyaq. Mətni bir dəfə mən oxuyuram, amma siz özünüz də iki dəfə mətni oxusaz daha yaxşı olar. Kral Aslan. Kral Aslan yüksək bir yerə çıxdı. Qürurla ətrafa baxdı. Bu uçsuz bucaqsız yerlərin hamısı mənə aiddir, dedi. Yeri göyü inlədərək nərildədi. Daha sonra ova çıxdı. Yolda ailə üzvlərini gördü. Ailə üzvləri ona birlikdə ov etməyi məsləhət gördülər. Birlikdə çətin işlərin də asanlaşacağını dedilər. Kral Aslan güldü. Mən özümə bəs edirəm, dedi. Kral bir qədər yol getdi. Gür otlaqlarda otlayan vəhşi öküz sürüsü gördü. Ovlayacağım heyvan bir krala layiq olmalıdır, deyə düşündü. Öküzlərdən ən güclüsünü və böyüyünü seçdi. Səssizcə yaxınlaşdı və böyük öküzə hücum etdi. Amma işlər düşündüyü kimi getmədi. Öküz aslanı ayaqları altına salıb təpiklədi. Buynuzları ilə ora-bura fırlatdı. Başına gələnlərdən təəccüblənən aslan yüksək bir ağaca qalxdı. Canını güclə qurtardı. Aslanın bu halına qarğalar belə gülmüşdülər. Yersiz yerə qürurlananlar köməkləşmənin və birlikdə görülən işin vacibliyini başa düşməzlər. Deməli, buradakı aslan haqqında nə deyə bilərik? Aslan lovğadır. Öz gücünə, öz qüdrətinə güvənib, lovğalanan bir varlıq kimi burada verilib. Amma lovğalığın axırı da heç vaxt yaxşı bitmir uşaqlar. İndi mətnə aid suallara cavab verək. Mətndə nəyin vacibliyi göstərilmişdir? Özünə inamlı olmağın, tək başına qalib olmağın, köməkləşmənin, güclü olmağın. Burada əsas məqam köməkləşməkdir. El bir olsa, dağ oynadar yerindən. Yəni ki, tək əldən səs çıxmır. Gərək birlik olsun. Kral Aslanın öküzlərdən ən güclüsünü və böyüyünü seçməyin səbəbi nə idi? Çox ac olmağı, öküzlərin başçısını ovlamaq istəməyi, krala layiq olmağı, başqa heyvan tapmamağı. Burada əsas məqsəd nə idi? Orada da deyir, gərək elə bir ovlayım ki, o mənə layiq olsun. Axı, mən kralam. Mətnə görə mən özümə bəs edirəm ifadəsi aşağıdakilərdən hansına aiddir? Mən özümə bəs edirəm. Qarğalar deyib bu sözü, aslan deyib, öküz deyib, yoxsa aslanın ailə üzvləri? Bu sözü aslanın özü demişdi. Hansı atalar sözü mətnə uyğundur? İşləməyən dəmir pas tutar, nə əkərsən onu biçərsən, elm ağlın çırağıdır, güc birlikdədir. Elə mətni oxuyandan sonra da demişdim. Tək əldən səs çıxmır, el bir olsa dağ oynadar yerindən və bu da nə deməkdir? Güc birlikdədir deməkdir. Mətndə hansı heyvan iştirak etmir? Yəni adı çəkilməyib. Aslan var, öküz var, qarğa da var. Axırda gülürlər ona. Amma tülkü yoxdur. Keçək riyaziyyat fənninə. Riyaziyyatın birinci sualı. Hansı bənddə səhvə yol verilib? 5 onluq eləyir 50. 17 təklik eləyir 17. 50-nin üstünə 17 eləyir 67. Bu düzdür. 4 onluq eləyir 40. 8 təklik eləyir 8. 40-ın üstünə 8, 48. Bu da düzdür. 6 onluq 60. 15 təklik 15. 60-ın üstünə 15 eləyir 75. Amma burada verib 65. Deməli, səhv budur. 8 onluq 80, 9 təklik 9, 80 üstünə 9, 89. Bu da düzdür. Bizdən səhv istəyirdi. Səhv C variantındadır. Qutuda 18 sarı, 23 yaşıl şar var. Qutuya daha 17 şar qoydular. Qutuda cəmi neçə şar oldu? Deməli, 17 dənə şar əlavə edəndə qutudakı şarlar artır.
Deməli, biz buradakilərin hamısını nə etməliyik? Toplamalıyıq. Əvvəlcə 18-in üstünə 23 gəlirik. Tapırıq ki, əvvəl qutuda nə qədər var idi? 8-in üstünə 3, 11, 1 yazdıq, 1 yadda. 1-in üstünə 2, 3, 1 də yadda 4. Deməli, 41 var idi. 17 dənə də şar əlavə etdilər. Yəni, qoydular ora. 1-in üstünə 7, 8, 4-ün üstünə 1, 5. Qutuda neçə dənə oldu? 58 dənə. B bəndi. Üçbucaq formasında olan şəkli seçin. Çox asan bir sual. Sizcə hansıdır uşaqlar? C bəndi. Rafiqin pulqabısında 46 manat pulu var. Atası pulqabısına bir qədər pul atdı. Bir qədər pul atdı, amma nə qədər atıb bilinmir. Sualdır. Ondan sonra oldu 76. Atası ona nə qədər pul vermişdi? Deməli, 46 var idi. Atası nə qədərsə verdi. Oldu neçə? 76. Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. 6-dan 6 çıxırıq. 0. 7-dən də 4 çıxırıq. 3. Deməli, atası ona 30 manat pul verib. 5-ci sual. Təkliklərin cəmindən yeni onluq yaranan ifadələri seçin. Yeni onluq, yəni məsəl üçün, 3-ün üstünə 5 gəlsəm 8 eləyir. Bu onu keçmir. Yeni onluq nə deməkdir? Yəni 10 olmalıdır və onu keçməlidir. Məsələn, 7-nin üstünə 5, 12. Artıq onluğu keçdi. Və bizdə ancaq təklikləri istəyir. 6-ın üstünə 3, 9 eləyir. Bu aid deyil. 2-nin üstünə 9, 11 eləyir. Bu aiddir. 4-ün üstünə 6, 10 eləyir. Aiddir. 8-in üstünə 1, 9 aid deyil. 6-nın üstünə 6, 12 aiddir. 8-in üstünə 1, 9 aid deyil. İndi hansılar aid oldu uşaqlar? 2, 3, 5. O da var C bəndində. 6-cı sual. Konsert saat 19:30-da başlayır. Deməli, konsertimiz 19:30-da başlayır. Başlamalı idi. Lakin elan olunmuş vaxtdan 15 dəqiqə gec başladı. Konsert saat neçədə başladı? 19:30-un üstünə gəlirik 15 dəqiqəni. Saatımız yoxdur. Ancaq dəqiqəmiz var. 5, 4, 19 da yerində qaldı. İndi neçədə başlamış olur? 19:45-də. Əgər desəydik ki, tez başladı, onda vaxtı azaltmalı olardıq, çıxardıq. Gec başladı dediyi üçün toplayırıq uşaqlar. Şəkildəki fiqurun rənglənmiş üzü hansı müstəvi fiqurdur? Bu da çox asandır. Sizcə bu qırmızı hissə hansı fiqurdur? Üçbucaq, kvadrat, düzbucaqlı dairə. Əlbəttə ki, düzbucaqlı. Verilmiş şəkildə hər sonraki mərtəbə özündən əvvəlkindən 2 dəfə az olarsa, sonuncu və birinci mərtəbələrin fərqini tapın. Yəni, bununla bunun fərqini istəyir. İndi, hər dəfə bu getdikcə 2 dəfə azalıb və gəlib 3 olub. İndi tərs əməllə qayıtsaq, bunu 2 dəfə artırmalıyıq. 3-ü 2-yə vurırıq, 6, 6-nı 2-yə vurırıq, 12, 12-ni 2-yə vururıq, 24. Deməli, bizə 24 ilə 3-ün fərqini istəyir. 24-dən 3-ü çıxırıq. O da eləyir 21. 9-cu sual. Uzunluğu 7 cm 8 mm olan düz xətti 1 cm 9 mm uzatsan, xəttin uzunluğu neçə millimetr olar? Səndən cavabı millimetrlə istəyirsə, deməli, əvvəlcə bunların hamısı millimetrə çevirməliyik. 1 cm neçə millimetrdir? 10 millimetr. 7 cm 70, o da 8. Deməli, 78 millimetr düz xəttimiz var. Onu 1 cm 9 millimetr artırırıq. 1 cm 10, o da 9. Deməli, onu 19 artırırıq, uzadırıq. Uzadanda artır. İndi deyir, nə qədər oldu? 78-in üstünə gəlirik 19-u. 8-in üstünə 9, 17, 7 yazdıq. 1 yadda, 7-in üstünə 1, 8, 1 də yadda 9. Cavab D bəndi 97. 10-cu sualımız. Mehriban və Zeynəb. Neçə nəfərdir? 2 nəfər. Mehriban və Zeynəb mağazaya getdilər. Kitab 2 manat 40 qəpik, dəftər 40 qəpik, karandaş 20 qəpik idi. Mehriban öz pulu ilə bir kitab alıb,
2 dəftər, 1 karandaş. Zeynəb isə öz puluna 4 karandaş, 1 dəftər aldı və pulu bitdi. Mehribanın pulu Zeynəbin pulundan nə qədər çox idi? Deməli, Mehriban bunları aldı, Zeynəb də bunları aldı və pulu bitdi. İndi gəlin baxaq. Mehriban bir kitab alıb. Kitab 2 manat 40 qəpik idi, düzdür? 2 manat 40 qəpik. 2 dəftər alıb. Dəftər neçəyədir? 40 qəpik. 2 dənə dəftər neyniyəcək? 80 qəpik. Və bir karandaş alıb. Karandaş da 20 qəpikdir. Və manatları 1, qəpikləri 1 yazdım. İndi bunları toplayaq. 80 ilə 20, 100, o da 40, 140 qəpik. 140 qəpik buradadır, 2 manat da buradadır. İndi bunu çevirməliyik uşaqlar. 140 qəpiyin içində 1 manatımız var da, düzdür? Buradan 100'ü götürürəm, verirəm manatın üstünə. 3 manat 40 qəpik. Deməli, bu Mehribanın xərclədiyi puldur. 3 manat 40 qəpik. İndi Zeynəb sayaq. 4 dənə karandaş alıb. Bir karandaş neçəyədir? 20 qəpik. 4 dənə 20 qəpik eləyir 80 qəpik. Deməli, 0,80 belə yazaq. Və bir dənə də dəftər alıb. Dəftər neçədir? 40 qəpik. 0,40. Bunları toplayaq. Eləyir 0,120, düzdür? İndi 120'nin içində, 120 qəpiyin içində 1 manat var. Oradan 1 manatı götürürük, veririk manata. Eləyir 1 manat 20 qəpik. Bu da Zeynəbin pulu. Deməli, bu Mehribanın pulu, bu da Zeynəbin pulu. İndi deyir, Mehribanın pulu Zeynəbin pulundan nə qədər çoxdur? 3 manat 40 qəpikdən 1 manat 20 qəpik çıxırıq. O da eləyir 2 manat 20 qəpik. Məsələlərlə davam eləyirik. Melisa 8, anası 34 yaşındadır. Anası 44 yaşında olanda Melisa'nın neçə yaşı olacaq? Ananın indi neçə yaşı var? 34. Neçə ildən sonra ananın 44 yaşı olacaq? 10 ildən sonra, düzdür? Və biz demişik ki, mən də sizə hər dəfə demişəm ki, zaman hər birimiz üçün eyni gedir. Yəni birimiz bu il 1 yaş, digərimiz 2 yaş böyümürük. Hamımız üçün eyni gedir. Əgər ana üçün 10 il ötübsə, deməli Melisa üçün də 10 il ötüb. Melisa'nın yaşını tapmaq üçün 8'in üstünə gəlirik 10'u. Eləyir 18. Bir yemək qaşığı 2 çay qaşığı qədər maye tutur. Deməli, bir yemək qaşığı bərabərdir 2 çay qaşığına. Belə bunu sıxım olaraq çəkdim. Bir yemək qaşığı 2 çay qaşığıdır. 4 yemək qaşığı neçə çay qaşığıdır? Onu tapırıq. İndi uşaqlar, bir yemək qaşığı neçə çay qaşığıdır? 2. 2, 2, 2, 2. İndi buradan 2 dənə 2 olur. 2'nin üstünə 2, 4, 4'ün üstünə 2, 6, 6'ın üstünə 2, 8. Deməli, burada 8 çay qaşığı var. Bu da 8 çay qaşığı maye olur. Səbətdə 48 yumurta var. Səbətə 12 yumurta əlavə etdik. Əlavə etdik nə deməkdir? Çoxaltdıq. Nə qədər oldu? 48 üstə gəl 12. 8'in üstünə 2, 10, 0 yazdıq. 1 yadda, 4'ün üstünə 1, 5, bir də yadda 60. Deməli, eləyir 60 yumurta. 4-cü məsələmiz. Bir fincan portağal suyu 4 portağaldan düzəlir. Deməli, bir fincan portağal suyunu əldə eləmək üçün bizə 4 portağal lazımdır. 2 fincan su üçün neçə portağal olur? İndi uşaqlar, bu deyək ki, bu fincandır. Bu fincana neçə portağal gedir? 4. Yaxşı, bəs bundan 2 dənə olsa, onda bu da 4 olur. Neçə portağal lazım olur bizə? 8 portağal lazım olur. 5-ci məsələ. Qutudakı 62 qələmin 17'si mavi, 22'si sarı, yerdə qalanı qırmızıdır. Deməli, 62 qələmimiz var. 3 rəngə bölmüşük. Mavi 17 dənə, sarı 22 dənə, qırmızı bilmirik. Buradakı hər zaman dediyimiz məntiq. Əvvəlcə xərclənənlər toplanır, sonra ümumidən çıxılır. Düzdür, burada manat deyil. Amma bütün bu məsələlər eyni məntiqlə gedir.
Əvvəlcə 17 ilə 22-ni toplayırıq. 17 ilə 22-ni toplayaq. Eləyir neçə? 39. Qırmızını tapmaq üçün 62-dən 39-u çıxırıq. 2-dən 9 çıxmaq olmur. Pay götürürük. 12-dən 9 çıxırıq. 3. Burada 5 qalır. 5-dən də 3. 2. Cavab edir 23. Deməli 23 qırmızıdır. Və burada hər dəfə cavabları tapdıqca bunları nə edirik? Silirik. İndi axırda bütün hamısına baxarıq. 6-cı məsələ. 65 nəfərlik teatrda 21 qadın, 25 kişi var. Yerdə qalanlar da boş yerdir. İndi bizdən boş yer istəyir. Həmin qayda. 65 dənə yer var. 21'i qadındır. 25'i kişidir. Yerdə qalanı boşdur. Boşu tapmaq üçün nə edirik? 21 ilə 25'i toplayırıq. Eləyir 46. 65'dən 46'nı çıxırıq. 5'dən 6 çıxmaq olmur. Pay götürürük. 15'dən 6 9. Burada 5 qalır. 5'dən də 4 1. Deməli 19 dənə yer boşdur. Ailəm bir gündə 3 manat xərcləyir. Bir günə 3 manat. Bəs bir həftəyə nə qədər pul xərcləyər? Bir həftədə neçə gün var? 7. Bir günümüz 3-dürsə, 7 günümüzü tapmaq üçün 7-ni vururuq 3-ə. O da eləyir 21. Demək 21 manat pul xərcləyər. 3 ədədin cəmi 40-dır. Bax, bu 1 ədəd, bu 2 ədəd, bu da 3-cü ədəd. Bunların cəmi neçədir? 40. Birinci ədəd 10, ikinci ədəd 15-dir. Üçüncü ədəd neçə olar? Tapmaq üçün əvvəlcə verilənləri toplayırıq. 10 ilə 15 eləyir 25. Düzdür? İndi sualı tapmaq üçün 40-dan 25'i çıxırıq. 40'dan 20, 20, 20'dən də 5 eləyir 15. Deməli, üçüncü ədəd 15'dir. Doqquzuncu məsələmiz. Bağda 74 ağacın 18'i alma, 24'ü şaftalı, yerdə qalanı gilasdır. Yenə həmin sxem. Bax, 74 ağacdır. 3 yerə bölüb. Alma, şaftalı, gilas. Alma neçədə nədir? 18. Şaftalı 24. Gilas ama bilmirik. Əvvəlcə əlimizdəkiləri toplayırıq. 18'in üstünə gəlirik 24'ü. 8'in üstünə 4, 12, 2 yazdıq. 1 yadda. 1'in üstünə 2, 3, bir də yadda 4. Elədi 42. Sonra 74'dən 42'ni çıxırıq. 4'dən 2 çıxırıq. 2, 7'dən də 4 çıxırıq. 3. Cavab 32. Sonuncu məsələmiz. Nağıl kitabından birinci gün 7 səhifə oxumuşam. İkinci gün birinci günün 3 qatından 2 səhifə az. 3 qatından 2 səhifə az. 7'nin 3 qatından 2 səhifə az. 7'nin 3 qatı 21, 2 səhifə də az, yəni çıxırıq 21'dən 2-ni eləyir 19. Bu oldu ikinci gün. Birinci gündə nə qədər idi? 7. İndi deyir 2 gün ümumi nə qədər səhifə oxudum? 7'nin üstünə 19'u gəlirik. Yəni birinci gündən ikinci günü toplayırıq. O da eləyir 26. İndi gəlin ümumi cavabları axtaraq tapaq. Deməli uşaqlar, burada cavabları aşağıda yerləşdirmişik. 26 cavabı yoxdur. Bu da kitabın səhvidir. Ümumiyyətlə bu səhvədə 83 cavabı yoxdur. Yəni bu sizi çaşdırmasın. Kitabın, yəni mexaniki səhvi ola bilər. Və sonuncu hissəmizə keçid alaq. Burada bir əvvəlcə yazaq ki, hansı nədir? Deyir, ilin ilk ayı. İlin ilk ayı. İlin ilk ayı nədir? Yanvar. Yazırıq bunun içinə yan var. İkincisi, ilin ən qısa ayı fevraldır. Gəlirik 2'ye yazırıq. Fevral. Üçüncü, ilin üçüncü ayı. Yanvar, fevral, mart. İlin üçüncü ayı martdır. Deməli yazırıq bura. Mart.
4. İlin 4-cü ayı. Yanvar, fevral, mart, aprel. 4-cü ay apreldir. Aprel. Yazırıq bura. May. Noyabr və may ikisindən birini götürdük. 6-cı. İlin 6-cı ayı. Elir iyun. İyun. Ox üzü aşağı gedir. İyun. Avqust ayından öncə, iyun ayından sonra gələn ay iyuldur. İyul. Sentyabr ayından əvvəl gələn ay avqustdur. Avqust. Məktəbin açıldığı ay elə sentyabrın özüdür. 9 hardadır? Buradadır. Sentyabr. 10-cu sual. Milli müstəqillik gününü qeyd etdiyimiz aydır. Burada sualı düz verib. Burada gəlir. Oktyabr. İlin 11-ci ayı noyabrdır. Noyabr. İlin son ayı da dekabrdır. Deməli, ilin bütün aylarını yazdıq bura. Deməli, əyləncə hissəmizdə bu qədər. Bugünkü dərsimiz uşaqlar bu qədər. 2 gün istirahətdir. Ümid edirəm ki, dərsləri tam başa düşdük.